Cruises.az-ın dəyərli dostları, müştəriləri. Deməli, Celestial Journey gəmisi biraz fərqli yanaşır suite otağında qalanlara. Göstərmiş olduğum suite otağında qalanlar istəyir açıq bufetdə yemək yeyə bilərlər. İstəsələr Talassa restoranında, istəsələr də biraz daha sakit, fərqli, biraz da menüsü fərqli bir digər restoran Smoked Olive adında bu restoranda yeməklərini yeyə bilərlər. İstər səhər yeməyi, günorta yeməyi, axşam yeməyi fərqi yoxdur. Və bu şəkil fərqli bir restoran və ab-hava bu şəkildə. Mən bir restoranı ümumi sizə göstərim, məlumatınız olsun ki, necədir. Açıq rənglərə üstünlük verilib. Biraz daha fərqli dizayndır və xoş bir ambiyans var burada. Daha kompakt, daha balacadır. Suite otaqlarının istəyinə görə, əgər istəsələr, amma əlbəttə ki, burada onlara bir Vespa qarşılayır.